Evdə oturmaqla böyük pul qazanmaq mümkün deyil, deyirlər. Amma görünür, texnologiya bu qaydaları kökündən dəyişir. 1 və 0-a xoş gəlmisiniz. Bugünkü mövzumuz düşünürəm ki, çox aktualdır, xüsusilə də bir çox evdar xanım üçün. Söhbət ChatGPT kimi suni intellekt alətləri ilə evdən, yəni rahat şəraitdə necə gəlir əldə etməkdən gedir. Məqsədimiz də odur ki, sizə, belə deyək, fantastik hekayələr yox, real, praktik yollar göstərək. Bu yeni texnoloji imkanları necə dəyərləndirə biləcəyinizi anlamağa kömək edək. Gəlin başlayaq, görək nə kimi imkanlar var. Bilirsiniz, suni intellekt, xüsusən də ChatGPT kimi dil modelləri, sanki elə bil ki, hər zaman yanımızda olan çox bilmiş bir köməkçidir. Hə, həqiqətən də elədir. Mətni yazmaq, yeni ideyalar tapmaq, hətta bəzi işləri planlaşdırmaq, bunlar hamısı əslində vaxta böyük qənaət deməkdir. Bəli, qənaət edir. Üstəlik, çox vaxt böyük bir başlanğıc xərci olmadan yeni bir işə başlamaq və ya bəzən hamımızı yaxalayan o məşhur yaradıcılıq blokunu aşmaq üçün məncə əla fürsətdir. Tam ilə doğrudur. Çox yaxşı vurğuladınız. Amma burada əsas məsələ, necə deyim, təkcə bu alətlərin varlığı deyil, əsas odur ki, onlardan necə ağıllı istifadə edəsən. Yəni, alət var, amma necə istifadə etməli? Bəli. Baxın, suni intellekt məqalələr yaza bilir, müştərilərə göndərmək üçün e-postlar hazırlaya bilir, sosial media üçün postlar, məhsul təsvirləri, çox şey yarada bilir. Hətta beyin fırtınası üçün ideyalar verir, tərcümələr edir. Hə, bu tərcümə məsələsi də maraqlıdır. Əlbəttə. Və ən maraqlısı odur ki, bu texnologiya əvvəllər bəlkə də çox mürəkkəb, çox xərc tələb edən görünən bir çox onlayn gəlir modelini indi, yəni sizin üçün çox daha əlçatan edir. Yaxşı, bəs konkret olaraq haradan başlamaq olar? Məsələn, deyək ki, bir xanımın yazmağa həvəsi var, bacarığı var, onun üçün nə kimi imkanlar açılır? Gözəl sualdır. Baxın, məzmun yaradılması indi çox populyar bir sahədir. Müxtəlif şirkətlər, kiçik bizneslər, hətta fərdi sahibkarlar üçün bloq yazıları hazırlamaq olar. Veb-sayt üçün mətnlər, sosial media paylaşımları. Yəni, kontentə ehtiyac həmişə var da? Həmişə var, bəli. Və ChatGPT, məsələn, ilkin qaralamanı hazırlamaqda çox sürətlidir. Amma işin incəliyi, bayaq dediyim kimi, ondadır ki, ona düzgün, dəqiq göstərişlər vermək lazımdır. Hədəf auditoriyanızı nəzərə alaraq daha cəzbedici, daha effektiv mətnlər əldə etmək üçün onu yönləndirmək lazımdır. Hətta ona deyə bilərsiniz ki, bax, bu sahədə uğurlu olan mətnlər bunlardır, bunları analiz elə, mənə oxşar effektiv bir struktur təklif et. Aydındır. Deməli, sadəcə mənə bir məqalə yaz deməklə iş bitmir, daha detallı yanaşmaq lazımdır. Yaxşı, bəs bilikləri, təcrübələri məhsula çevirmək necə? Məsələn, birinin çox gözəl reseptləri var və ya uşaqlarla bağlı çox faydalı məsləhətləri. Bunları necə gəlir mənbəyinə çevirmək olar? Əla nöqtəyə toxundunuz. Rəqəmsal məhsullar yaratmaq məncə çox perspektivli bir yoldur. Öz təcrübənizi, biliklərinizi e-kitablara çevirə bilərsiniz. Praktiki təlimlər hazırlaya bilərsiniz, hətta planlaşdırıcılar, məsələn, həftəlik yemək planı, uşaqlar üçün əyləncəli fəaliyyət cədvəli kimi bunları hazırlayıb onlayn şəkildə sata bilərsiniz. Hə, bu planlaşdırıcılar indi çox dəbdədir. Bəli, çox. Və burada suni intellekt təkcə mətni yazmağa kömək etmir. Həm də məzmunun məntiqli strukturunu qurmaqda, məlumatı daha aydın, daha anlaşılan şəkildə təqdim etməkdə yardımcı ola bilər. Təsəvvür edin, məsələn, sağlam qidalanma ilə bağlı bir e-kitab hazırlayırsınız. Suni intellektə müxtəlif qidaların kalori dəyərini, vitamin tərkibini verib, ondan balanslı, maraqlı menü təklifləri hazırlamasını istəyə bilərsiniz. Vau, bu artıq sadəcə yazı köməkçisi deyil, həm də bir növ analizator kimi çıxış edir. Çox maraqlıdır. Başqa hansı xidmətlər göstərmək olar? Deyəsən, bu virtual köməkçilik də çox yayılıb. Bəli, onlayn xidmətlər sahəsi də çox geniş imkanlar yaradır. Virtual köməkçi kimi fəaliyyət göstərmək olar. Bu nə deməkdir? Yəni, başqaları üçün müxtəlif tapşırıqları yerinə yetirmək, görüşləri təşkil etmək, e-poçt yazışmalarını idarə etmək, sosial media hesablarına nəzarət etmək kimi işlər. Yəni, inzibati işlərin onlayn versiyası kimi. Tam olaraq. Və suni intellekt bu işlərin bir çoxunu, məsələn, e-poçtlara standart cavablar hazırlamaq, təqvimi idarə etmək kimi işləri avtomatlaşdırmağa və ya ən azı sürətləndirməyə kömək edir.
Yaxud, əgər müəyyən bir sahədə, deyək ki, riyaziyyatda, xarici dildə bilikləriniz varsa, onlayn repetitorluq edə bilərsiniz. Süni intellekt isə sizə dərs planları hazırlamaqda, mövzuya uyğun maraqlı tapşırıqlar, izahlar, hətta kiçik testlər yaratmaqda dəstək ola bilər. Hətta yaradıcı sahələrə də toxunaq. Məsələn, əl işləri ilə məşğul olan, gözəl əşyalar yaradan bir xanım var. O, öz məhsullarını onlayn satmaq istəyir. Süni intellekt ona necə kömək edə bilər? Bax, bu çox vacib bir məqamdır. Çünki yaradıcı sahələrdə süni intellektdən çox faydalana bilər. Əgər əl işlərinizi, deyək ki, Instagramda və ya Etsy kimi platformalarda satırsınızsa, süni intellekt həmin məhsulların təsvirini daha cəlbedici etməyə kömək edə bilər. Yəni, sadəcə gözəl sırğadır yazmaq əvəzinə. Bəli, onun əvəzinə potensial alıcıları cəlb edəcək, onları almağa həvəsləndirəcək marketinq mətnləri yazmağa yardımcı ola bilər. Hətta, məsələn, Etsy üçün hansı açar sözlərin keywords daha çox axtarıldığını analiz edib, məhsulunuzun başlığını və təsvirini optimallaşdırmağa kömək edə bilər ki, axtarışlarda daha yuxarı çıxsın. Bu artıq marketinq dəstəyidir ki var. Əlbəttə, öz bloqunuzu açmaq istəyirsinizsə, mövzu ideyaları da bilər. YouTube kanalı üçün ssenarilər hazırlamaqda kömək edə bilər. Hətta, məsələn, uşaqlar üçün qısa hekayələr yazmaqda və ya mahnı sözləri bəstələməkdə belə yaradıcı partnyorunuz ola bilər. İmkanlar həqiqətən çoxdur. Açığı bütün bunlar çox həvəsləndirici səslənir. Amma yəqin ki, müəyyən çətinlikləri də var, elə deyilmi? Yəni, hər şey bu qədər asan ola bilməz. Diqqətli olmalı olduğumuz məqamlar nələrdir? Əlbəttə, çox doğru qeyd etdiniz. Bu alətlər, necə deyim, möcüzə deyil və onlara realistik yanaşmaq lazımdır. Mütləq diqqətli olmaq lazımdır. Birincisi və ən əsası, strategiya şərtdir. Yəni, əvvəlcə qərar verməlisiniz. Hansı sahəyə fokuslanacaqsınız? Sizin güclü tərəfiniz nədir? Kimin üçün, yəni hansı hədəf auditoriyası üçün məzmun və ya xidmət yaradacaqsınız? Yəni, korkuranə başlamaq olmaz. Qətiyyən, hədəfləriniz aydın olmayanda, süni intellektə də doğru suallar verə bilməzsiniz. Ondan maksimum fayda götürə bilməzsiniz. O, sizin yerinizə biznes qərar verməyəcək. İstiqaməti siz verməlisiniz. Aydındır. Yəni, sükan bizim əlimizdə olmalıdır. Bəs keyfiyyət məsələsi, süni intellektin yazdığı, yaratdığı hər şeyə tam güvənmək olarmı? Bax, bu ikinci çox vacib məqamdır. İnsan nəzarəti və şəxsi toxunuş mütləqdir. Süni intellektin hazırladığı mətnlər, təkliflər bəzən çox ümumi, necə deyim, biraz ruhsuz ola bilər. Hətta bəzən faktiki səhvlər də ola bilir. Hə, bunu mən də eşitmişəm. Odur ki, mütləq şəkildə özünüz yoxlamalı, redaktə etməli, faktları dəqiqləşdirməli və ən əsası, öz şəxsi təcrübənizi, öz üslubunuzu, öz hekayənizi əlavə etməlisiniz. Sizi digərlərindən fərqləndirən, sizin məhsulunuza və ya xidmətinizə dəyər qatan məhz budur. Təsəvvür edin, süni intellekt sizə mükəmməl bir un resepti verir, amma o dadlı, ətirli keki bişirən, ona sevgisini qatan sizsiniz. Çox gözəl bənzətmə oldu. Deməli, son məhsulun keyfiyyəti, orijinallığı, ruhu bizim məsuliyyətimizdir. Bəs başqa risklər varmı? Məsələn, hüquqi tərəflər, plagiat məsələsi. Üçüncü vacib məqam da elə budur. Dəqiqlik, etika və məsuliyyət. Bunu unutmaq olmaz. Süni intellektin verdiyi məlumatlar həmişə 100% doğru olmaya bilər. Bəzən qərəzli məlumatlar da verə bilər. Çünki o, internetdəki mövcud məlumatlar əsasında öyrənir. Və ya çox təhlükəlisi, mövcud mənbələrdən birbaşa köçürülmüş, yəni plagiat olunmuş mətnlər təqdim edə bilər. Bu ciddi problemdir. Çox ciddi. Ona görə mənbələri yoxlamaq, məlumatın doğruluğundan əmin olmaq həmişə vacibdir. Müəllif hüquqları ilə bağlı məsələlərə də çox diqqətli olmaq lazımdır. Məqsəd bu alətlərdən kömək almaqdır. Kimsənin əqli mülkiyyətini oğurlamaq və ya öz adınıza çıxarmaq deyil. Etik çərçivədə qalmaq şərtdir. Bu xəbərdarlıqlar çox yerindədir, təşəkkür edirəm. Ancaq bütün bu məqamları nəzərə almaqla belə, məncə ən cəlbedici tərəfi odur ki, sizin də sadaladığınız bir çox yol, demək olar ki, heç bir ilkin böyük maddi sərmayə tələb etmir. Yəni, sizin onsuz da sahib olduğunuz bacarıqlar, Bəli, mövcud bacarıqlar. İstər bu yemək bişirmək olsun, istər əl işləri, istər təşkilatçılıq qabiliyyəti, istərsə də uşaqlarla işləmək təcrübəsi, bütün bunlar süni intellektin də köməyi ilə tamamilə yeni bir gəlir mənbəyinə çevrilə bilər. Bu, həqiqətən böyük bir imkandır. Bəli,
Yekun olaraq onu deyə bilərik ki, ChatGPT kimi süni intellekt alətləri ev şəraitində çalışmaq, gəlir əldə etmək istəyən xanımlar üçün həqiqətən yeni qapılar açır. İmkanları daha əlçatan, daha mümkün edir. Ancaq təkrar edirəm, bu yolda uğurlu olmaq üçün aydın bir stratejiya, yaradılan işə mütləq şəxsi toxunuş, yəni insan faktoru və məsuliyyətli yanaşma mütləqdir. Yəni texnologiya güclü alətdir, amma Amma son qərar və məsuliyyət sizin özünüzdədir. Unutmayın, bu alətlər güclü bir sükan köməkçisidir. Amma maşını idarə edən, istiqamət verən sizsiniz. bəs siz, əziz dinləyicimiz, bu söhbətdən sonra nə düşünürsünüz? Hansı unikal bacarığınızı və ya çoxdandır bəlkə də ürəyinizdə olan bir həvəsi süni intellektin dəstəyi ilə real bir işə, bir gəlir mənbəyinə çevirməyə düşünərdiniz? Bəlkə də elə indi ilk addımı atmağın vaxtıdır. Bu barədə düşünməyə, araşdırmağa dəyər. Gələn görüşlərə dək.